Cədvələ əsasən düzgün bəndi tapın. Canlılar, sinir düyünlərinin sayı. Verilmiş canlılardan sinir sistemində sinir düyünlərinin sayı ən çox olan soxulcandır. Onun udlaq üstü, udlaq altı və qarın sinir zəncirini əmələ gətirən sinir düyünləri olur. Ağ planlar bədənin ön hissəsində 2 sinir düyünü olur. May böcəyinin sinir sistemi soxulcanın sinir sisteminə çox bənzəyir. Onun da udlaq üstü və udlaq altı sinir düyünləri və qarın sinir zənciri var. Lakin qarın sinir zəncirindəki düyünlərin sayı soxulcana nisbətən azdır. Testin düzgün cavabı E bəndidir. Quşlarda qanatları endirən əzəllərdir. Quşlarda qanatları endirən əzəllər böyük döş əzəlləridir. Bu əzəllər quşun döş dilinə birləşir və çox güclü əzəllərdir. Sualın düzgün cavabı C bəndidir. Zolaqlı kərtənkələ, xanı balığı, göl qurbağası. Verilmiş canlılar üçün ortaq xüsusiyyətləri seçin. 1. Daxili ox skeletə malikdir. Hər üç canlı da xordallar tipinə aiddir. Onlar daxili ox skeletə malikdir. 2. Ətraflarında borlu sümüklər olur. Bu xüsusiyyət zolaqlı kərtənkələ və göl qurbağasına aiddir. Xanı balığında borlu sümüklər olmur. 3. Bədən örtüyü selik ifraz edən vəzilərlə zəngindir. Bu xüsusiyyət zolaqlı kərtənkələyə aid deyil. Onun dərisi quru və vəzisizdir. 4. Dərisi qərniləşmiş pulcuqlarla örtülüdür. Bu xüsusiyyət yalnız zolaqlı kərtənkələyə aiddir. 5. Sinir sistemi boru şəkillidir. Xordalı heyvanların borulu sinir sistemi olur. Bu xüsusiyyət də hər üç canlı üçün ortaqdır. Düzgün cavab 1, 5, D bəndidir. Uyğunluğu müəyyən edin. İnfizor tərlik, yaşıl evqlin. A. Oksigeni bədən səthi ilə qəbul edir. Hər iki canlıda da tənəffüs bütün bədən səthi ilə baş verir. B. İşığa həssas gözlüyü olur. Bu xüsusiyyət yaşıl evqlinə aiddir. C. Yalnız heterotrof yolla qidalanır. Bu xüsusiyyət infizor tərliyə aiddir. D. Kirəc çanağı olur. Bu canlılardan heç birinin kirəc çanağı olmur. Y. Bədəni nisbətən bərk qılafla örtülüdür. Həm infizor tərlik, həm də yaşıl evqlinin bədəni nisbətən bərk qılafla örtülüdür. Düzgün cavab E bəndidir. Düzgün bəndi müəyyən edin. Şəkildəki canlı Aureliyadır. Aureliya, bağırsaq boşluqlar tipinin sifoid meduzaları sinifinə aid fəal hərəkət edən meduzadır. Sualın düzgün cavabı D bəndidir. İnsanın aşağı ətraf qurşağına aid sümüklə bilavasitə birləşmə əmələ gətirmir. İnsanın aşağı ətraf qurşağı bir cüt iri çanaq sümüklərindən ibarətdir. Çanaq sümüyü onurğa sütununa aid oma fəqərəsi ilə birləşmə əmələ gətirir. İki cür sümük iliyinə malik sümük. İki cür sümük iliyinə malik bud sümüyü ilə birləşmə əmələ gətirir. Aşağı ətrafın pəncə hissəsinə aid sümük. Çanaq sümüyü aşağı ətrafın pəncə hissəsinə aid sümüklərin heç biri ilə bilavasitə birləşmə əmələ gətirmir. Gövdə skeletinə aid sümük, oma fəqərələri gövdə skeletinə aiddir. Qeyd etdiyimiz kimi çanaq sümüyü onlarla birləşir. Qırmızı sümük iliyinə malik sümük. Bütün sümüklər qırmızı sümük iliyinə malikdir. Deməli, E bəndidə doğru cavab ola bilməz. Düzgün cavab C bəndidir.
Hansı variantda canlılar ürək boşluğundakı qan növlərinin artma ardıcıllığına görə düzgün sıralanıb? Düzgün sıralanma D bəndində verilmişdir. Xanı balının 2 kameralı ürəyində yalnız bir növ qan, venoz qan olur. Nil timsahının 4 kameralı ürəyində 2 növ qan olur, arterial və venoz. Göl qurbağasının 3 kameralı ürəyində 3 növ qan olur, arterial, qarışıq, venoz. Düzgün cavab D bəndi. Soxulcanın sinir sistemi üçün xarakterik deyil. Soxulcanın sinir sistemi udlaq-üstü və udlaq-altı sinir düyünləri, onları bir-biri ilə birləşdirən udlaq ətrafı sinir halqası və qarın sinir zəncirindən ibarətdir. Soxulcanın sinir sistemi üçün bel sinir zənciri xarakterik deyil. Düzgün cavab E bəndi. Yanlış fikri müəyyən edin. Qidalanma tipinə görə bakteriyalar avtotrof və heterotrof olur. Bu düzgün fikirdir. Hemotrof bakteriyalar qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir. Bu da düzgün fikirdir. Hemotrof bakteriyalar enerji mənbəyi kimi kimyəvi rabitələr enerjisindən istifadə edir. Bütün fototrof bakteriyalar ətraf mühitə oksigen xaric edir. Bu səhvdir. Çünki fototrof bakteriyalardan yalnız siyanobakteriyalar ətraf mühitə oksigen xaric edir. Parazit bakteriyalar canlılarda xəstəlik törədir. Onlar digər canlıların üzvü maddələri ilə qidalanaraq parazitlik edirlər. Saprofit bakteriyalar üzvü qalıqlarla qidalanır. Saprofit bakteriyalar ölmüş orqanizmlərin çürüməsi prosesində aktiv iştirak edirlər. Düzgün cavab C bəndidir. Onurğalıların neçə sinifinin 2 mədədikli ürəyə malik nümayəndələri vardır? 2 mədədikli ürəyə malik canlılar onurğalılar yarımtipinin 3 sinifində vardır. Bunlar məməlilər, quşlar və sürünənlər sinifləridir. Düzgün cavab B bəndidir. Göyərçinin skeletində olub, qurbağanın skeletində olmayan sümük, qarğa sümüyü, körpücük sümüyü və kürək sümüyü həm göyərçin, həm də qurbağanın ön ətraf qurşağına aid sümüklərdir. Bud sümüyü də hər iki canlının aşağı ətrafının sərbəst hissəsini təşkil edən sümüklərdəndir. Büzdüm sümüyü isə göyərçinin skeletində olub, qurbağanın skeletində yoxdur. Göyərçində quyruq fəqərlərinin bir neçəsinin birləşərək əmələ gətirdiyi sümükdür. Düzgün cavab D bəndi. Yanlış fikirləri seçin. Xanı balığında tənəffüsün başlanğıcında qəlsəmə qapaqları qapanır, ağız açılır və su ağıza daxil olur. Sonra ağız yumulur, qəlsəmə qapaqları açılır və su onların altından keçərək xaricə çıxır. Bu zaman suda həll olmuş oksigen qəlsəmə yarpaqlarındakı kapilyar qan damarları ilə axan qana, karbon qazı isə qandan diffuziya yolu ilə suya keçir. Xanı balığında su qəlsəmə yarpaqlarının üzərindən keçərkən ağız açıq olur, karbon qazı qana keçir, qəlsəmə qapaqları qapalı olur fikirləri yanlışdır. Düzgün cavab C bəndidir. Uyğunluğu müəyyən edin. Böyrək üstü vəzi, mədaltı vəzi. A. Qarışıq sekresiya vəzisidir. Mədaltı vəzi qarışıq sekresiya vəzisidir. B. Hazırladığı hormonlardan biri adrenalindir. Adrenalin böyrək üstü vəzinin hormonudur. C. Axacağı yoxdur. Böyrək üstü vəzi hazırladığı hormonları birbaşa qana ifraz edir. Axacağa malik deyil. D. Hazırladığı hormonlardan biri insulindir. İnsulin mədaltı vəzinin hormonudur. Y. Qarın boşluğunda yerləşir. Həm böyrək üstü vəzlər, həm də mədaltı vəzi qarın boşluğunda yerləşir. Düzgün cavab A bəndidir.
Uşaq biz quyruğu quruluşuna görə verilmiş qurdlardan hansına daha çox bənzəyir? Uşaq biz quyruğu sap qurdlar tipinə aiddir. Verilmiş qurdlardan insan asqaridi sap qurdlar tipinə, ağ planari, öküz soliteri və qaraciyər sorcusu yastı qurdlar tipinə, soxulcan, həlqəvi qurdlar tipinə aiddir. Uşaq biz quyruğu quruluşuna görə daha çox insan asqaridinə bənzəyir. Düzgün cavab A bəndidir. Kələm kəpənəyinin yetkin fərdində 3 cüt yermə ayağı, 2 cüt qanad olur. Onun bütün yermə ayaqları və qanadları bədənin döş hissəsinə birləşir. Düzgün cavab E bəndidir. Şəfəq suyun və mineral maddələrin gövdənin hansı hissəsi ilə hərəkət etdiyini öyrənmək üçün bitkinin üzərində yarpaqlar olan zoğunu kəsib, qırmızı rəngli mürəkkəblə rənglənmiş suya qoydu. O, bir neçə gündən sonra zoğu eninə kəsərək, onun hansı hissəsinin boyandığını müşahidə etdi. Sizcə, hansı rəqəmlə verilmiş gövdə hissəsi boyanmışdır? Bildiyimiz kimi, su və mineral maddələr gövdənin oduncaq qatında yerləşən ksilema boruları ilə hərəkət edir. Ksilema boruları şəkildə 4 rəqəmi ilə verilmiş qatda yerləşdiyi üçün təcrübədə gövdənin bu hissəsinin boyandığı müşahidə olunar. Düzgün cavab D bəndidir. İnsan orqanizmində hər birindən bir ədəd olmaqla qaraciyər hüceyrəsi, yumurta hüceyrə və saya əzələ hüceyrəsində olan xromosom sayları arasındakı münasibət hansı bənddə doğru göstərilib? İnsanın qaraciyər hüceyrəsi çox nüvəli olduğu üçün verilmiş hüceyrələrdən ən çox xromosom onda olar. Yumurta hüceyrə haploid xromosom yığımına malikdir. Ona görə də ən az xromosom yumurta hüceyrədə olar. Saya əzələ hüceyrəsi bir nüvəli somatik hüceyrədir. Onun xromosom sayı qaraciyər hüceyrəsindən az, yumurta hüceyrədən çoxdur. Sualın düzgün cavabı E bəndidir. Aşağıdakılardan hansı yalnız məmələrə aiddir? Döş boşluğunun qarın boşluğundan əzləli diafraqma ilə ayrılması yalnız məməlilərə aid xüsusiyyətdir. Diri bala doğma məməlilərdən başqa digər canlılarda, məsələn, bəzi balıqlar və sürünənlərdə də olur. Ürəyin 4 kameralı olması quşlar və timsahlara da aiddir. Qapalı qan damar sistemi bir çox onurğasız və onurğalı heyvanlarda olur. İstiqanlılıq həm məməlilər, həm də quşlar istiqanlı canlılardır. Testin düzgün cavabı A bəndidir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Sümüklər, növləri, yastı, uzun borulu, qısa. Bud sümüyü uzun borulu sümükdür. 1-ə D uyğun gəlir. Çanaq sümüyü yastı sümükdür. 2-yə A uyğundur. Barmaq falanqası və əl darağı sümüyü qısa sümükdür. 3-ə B və E uyğun gəlir. Düzgün cavab B bəndidir. Boyun fəqərəsi qarışıq sümüklərə aid olduğuna görə heç bir rəqəmə uyğun gəlmir. Göl qurbağasının fərdi inkişafı zamanı ürəkdə mədəcik sayının artdığını söyləmək olarmı? Göl qurbağasının fərdi inkişafında çömçəquyruğun ürəyi 2, yetkin fərdin ürəyi isə 3 kameralı olur. Çömçəquyruğun ürəyi 1 qulaqcıq və 1 mədəcikdən, yetkin qurbağanın ürəyi 2 qulaqcıq və 1 mədəcikdən ibarətdir. Deməli, göl qurbağasının fərdi inkişafı zamanı ürəkdə mədəcik sayının artdığını söyləmək olmaz. Çünki onun həm sürfəsi, həm də yetkin fərdinin ürəyində bir mədəcik olur. Düzgün cavab E bəndidir. Verilmiş daxili sekresiya vəzlərindən hansı insanda bədən boşluğunda yerləşmir? İnsanda epifiz
və hipofiz kəllə boşluğunda, çəngələ bənzər vəzi döş boşluğunda, böyrək üstü vəzlər qarın boşluğunda yerləşir. Qalxana bənzər vəzi isə boyun nahiyəsində, qalxana bənzər qığırdağın üzərində yerləşir. Düzgün cavab B bəndidir. Bütün heyvanların ortaq xüsusiyyəti deyil. Maddələr mübadiləsi, inkişaf, qidalanma və ifrazat bütün heyvanlar üçün ortaq xüsusiyyətdir. Bildiyimiz kimi, toxuma eyni mənşəyə və oxşar quruluşa malik olan, ümumi funksiya yerinə yetirən hüceyrələr və hüceyrəsi maddələr qrupudur. Bütün heyvanlarda toxuma olmur. Məsələn, bir hüceyrələrdə. Düzgün cavab A bəndidir. Cədvələ əsasən A üstəgələk, B üstəgələk C ifadəsinin cəmini tapın. May böcəyinin 3 cüt, yəni 6 ədəd yermə ayağı olur. Əgər müəyyən sayıdakı may böcəklərində cəmi 48 yermə ayağı varsa, 48-i 6-ya bölərək may böcəklərinin sayını tapa bilərik. May böcəyinin bir fərdində 4 qanad, 2 bığcıq, 4 çəni olur. 8 fərdində 32 qanad, A bərabərdir 32, 16 bığcıq, B bərabərdir 16, 32 çəni olar. C bərabərdir 32. A üstəgələk, B üstəgələk, C bərabərdir 32 üstəgələk 16 üstəgələk 32 bərabərdir 80. Düzgün cavab 80. Euler-Venn diaqramında sual işarəsinin yerinə yazıla bilməz. 1. Suda həll olmuş oksigenlə tənəffüs edir. Bu xüsusiyyət anadontiya aiddir. 2. Lamisə çıxıntıları var. Göl ilbizinin başında bir cüt lamisə çıxıntısı var. 3. Manti boşluğu olur. Həm anadonta, həm də göl ilbizinin manti boşluğu olur. 4. Qanı bədən boşluğu mayesi ilə qarışır. Hər iki canlının açıq qan dövranı var. Qanları bədən boşluğu mayesi ilə qarışır. 5. Ürək boşluğunda yalnız bir növ qan olur. Həm anadonta, həm də göl ilbizinin ürək boşluğunda yalnız bir növ qan, arterial qan olur. 6. İnkişafı dolayı yolla baş verir. Anadontanın mayalanmış yumurtalarından sürfələr əmələ gəlir. Onun inkişafı dolayı yolla baş verir. Düzgün cavab 1, 2, 6. İnsanda onurğa beyni sinirlərinin sayı, onurğa sütununun boyun şöbəsindəki fəqərələrin sayından neçə ədəd çoxdur? İnsanda onurğa beyni sinirlərinin sayı 62, onurğa sütununun boyun şöbəsindəki fəqərələrin sayı isə 7 ədəddir. 62 çıxaq 7 bərabərdir 55. Düzgün cavab 55. İnsanın sinir sistemi ilə bağlı mülahizələrdən düzgün olanları seçin. 1. Neyronlar çıxıntılara malik sinir hüceyrələridir. Bu düzgün mülahizədir. Neyronlar akson və dendritlər adlanan çıxıntılara malikdir. 2. Sinir impulsları hissi neyronlardan bilavasitə əzəllərə ötürülə bilər. Bu səhvdir. İnsanda sinir impulsları hissi neyronlardan bilavasitə ara neyronlara ötürülür. 3. Ara neyronların aksonları boz maddənin əmələ gəlməsində iştirak edir. Bu düzgün mülahizədir. Ara neyronun həm çıxıntıları, həm də cismi boz maddənin əmələ gəlməsində iştirak edir. 4.
Sinirlər onları əmələ gətirən neyronlardan uzundur. Bu səhv fikirdir. Sinirlər neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən uzun çıxıntılarından ibarət liflərdir. Deməli, sinir neyrondan uzun ola bilməz. 5. Ürəyin işini idarə edən parasimpatik sinirlər onurğa beyninin döş şöbəsindən çıxır. Bu da səhv fikirdir. Ürəyin işini idarə edən simpatik sinirlər onurğa beyninin döş şöbəsindən çıxır. Düzgün cavab 1, 3. Uyğunluğu müəyyən edin. Yassı qurdlar tipinə aid yetkin fərdlər 1. Öküz soliteri 2. Ağ planari 3. Qaraciyər sorcusu. Xüsusiyyətlər A. Ağzı bədənin qarın hissəsində ortada yerləşir. Bu xüsusiyyət ağ planariyə aiddir. B. Ağız və qarın sormacları vardır. Qaraciyər sorcusunun ağız və qarın sormacları vardır. C. İkinci bədən boşluğu olur. Bu qurdların heç birində bədən boşluğu olmur. D. Aerob mühitdə yaşayır. Ağ planari aerob, yəni oksigenli mühitdə yaşayır. Y. Ağzı yoxdur. Öküz soliterinin ümumiyyətlə həzm sistemi yoxdur. Düzgün cavab 1. E. 2. A. D. 3. B. Müəllim dərsə başlayarkən müxtəlif bitkilərə aid çiçək qrupları və hər çiçək qrupundan bir ədəd çiçəyə aid şəklin olduğu plakatı şagirdlərə göstərərək suallar verdi. Bu bitkilər hansı fəsiləyə aiddir və bu fəsilənin çiçək düsturu necədir? Bu bitkilər mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Mürəkkəb çiçəklər fəsiləsinin çiçək düsturu K0, L5, Y5, D1-dir. Şəkildə Z ilə işarə olunmuş çiçəkdə 2 qat mayalanma prosesi baş verə bilərmi? Fikrinizi əsaslandırın. Xeyr, baş verə bilməz. Çünki Z ilə Günəbaxanın səbət çiçək qrupundakı yalançı dilci şəkilli çiçək göstərilmişdir. Bu çiçəkdə dişicik və erkəkciklər olmadığına görə 2 qat mayalanma getmir. Şəkildə X və Y ilə işarə olunmuş çiçəklərdəki erkəkciklərin sayının cəmi bu çiçəklərdəki dişicik ağızlıqlarının ümumi sayından neçə ədəd çoxdur? Həllini yazın. X və Y ilə işarə olunmuş çiçəklərin hər birində 5 erkəkcik olur. 5 üstə gələk. 5 bərabərdir 10 erkəkcik. Bu çiçəklərin hər birində dişicik 2 ağızlıqlıdır. 2 üstə gələk. 2 bərabərdir 4 dişicik ağızlığı. Bu çiçəklərdəki erkəkciklərin sayının cəmi dişicik ağızlıqlarının ümumi sayından 10 çıxaq 4 bərabərdir 6 ədəd çoxdur. Düzgün cavab 6.